Gel görüm ha. Nenen dolğası, babanın kutabı. Neçədir? 1 manata. Qutab, Kutab, göy qutabı qarın kutabı, və ciyər kutabı. neçəyə? 1 manata. Bax deyirlər ki, bu boydana kitabı baha verirsiniz. Onlar anlamırlar ki, çöl şəraitində yox, içəridə hazırlanır. Bəli qardaşım, bunlar içəridə bizdə xanım işçi tərəfindən hazırlanır və çıxarılır burada satışa. Buyurub nuş eləyə bilərsiniz. Göstər başqa nə var? Qəşəng farellərimiz var. Balıq əkmək. O ki kimiki deyirdi ya, dobro balıq əkmək yemək istəyirəm ha. 5 manat. Çörəyi ilə hazır, çörəyin arasına qoyub Buyur verirlər. qardaş, niyə baxırsan uzaqdan? Yaxınlaş, ye dadına baksana. 5 manata. Başqa nə var? Başqa da qardaş bax, ciyər quyruq. 2 manat 50 qəpiyə. Çörəyi ilə birlikdə. Bəli. Bir də ki, orada rəylərdə bir qardaş yazmışdı ki, çörəksiz kebab verirlər. Bəli, verirlər. Elə yer var ki, çörəksiz verirlər. Ancaq bizdə hər bir kebabın Şişi 2 manat 50 üzərində qəpiyə ciyər, quyruq. üstündə çörəyi ilə bir yerdə 2 manat 50 qəpidir. Bu da toyuq kebabımızdır qardaş. Bunun şişi neçədir? 2 manatdır. Bunun da üstündə çörəyi tutması bir yerdə. Buna baxasan. Bu neçədir? Bunlar 1 manatdır, sokun biri. 2 manatlıq istəyən olsa, 2 manatlıq sen olsa, yəni bütövdə vururuq. Belə istəsə, bax, bunu belə də eləyirik. yəni İkisi bir ikisi bir yerdə. yerdə 2 manata, manat. tək 1 manata. 1 manat. Özünüzə yaxşı baxın, özünüzü qoruyun. İzləmədə qalın.